Yüksək Talış dağlarının ətəklərində yerləşən Lerik rayonunun Barzavı kəndi haqlı olaraq uzun ömürlər diyarı adlanır. Xalqımızın böyük bayramı ərəfəsində biz bu kənddə yaşayan, Respublikamızın ən qocaman sakini, 150 illik bir dostluğun canlı şahidi olan 159 yaşlı Şirəli Müslümovla görüşdük. Bu ağ saçlı qoca heç zaman zəhmətdən qorxmur. O, indi də kolxozun işlərində fəal çalışır. Şirəli Müslümov deyir ki, Azərbaycan və Rus xalqlarının qədim dostluğu haqqında mən hələ uşaq ikən öz ata-babalarımdan çox şeylər eşitmişəm. Bu dostluq bizim əzəmətli Talış dağları kimi əbədidir və heç zaman sarsılmayacaqdır. Məhz bu dostluq nəticəsində ona doğma olan bu yerlərə əbədi bahar gəlmişdir. Qədim dostluğun bəhrəsi nəticəsində xış və kotanı nəhəng traktor və aqreqatlar əvəz etmişdir. Traktor və kombaynların işlədikləri bu sahə 2 dəfə sosialist əməyi qəhrəmanı Şamamə Həsənovanın sədr olduğu Füzuli rayonundakı bir may kolxozunun sahəsidir. Adı bütün ölkəmizdə məşhur olan Şamamə Həsənovanın sədr olduğu bu kolxoz, böyük el bayramı şərəfinə bu ildə dövlət planlarını layiqincə yerinə yetirməyə söz vermişdir. Şamamə Həsənovanın taleyi, vaxtı ilə heç bir hüquqa malik olmayan Azərbaycan qadınlarının Oktyabr inqilabından sonra tam azadlığa çıxmalarına parlaq sübutdur. Azərbaycanda elmi kadrların yetişdirilməsində bir çox görkəmli Rus alimlərinin, o cümlədən Profesör Karyaginin də böyük rol olmuşdur. Ömrünün çox hissəsini Respublikamızın bərəkətli torpaqlarının daha çox məhsuldarlığı üçün çalışan bu qocaman alimin yetişdirmələrindən biri də bioloji elmləri namizədi Qasım Axundovdur. Alimlər ailəsinin üzvü olan Qasım Axundovun sevinci hədsizdir. Axı bugün eyni zamanda onun anasının təvəllüd günüdür. Odur ki, o öz qardaş və bacıları ilə 10 uşaq doğub böyütmüş anaları Maya xanım Axundovanı təbrik etməyə gəlmişdir. Maya xanımın ikinci oğlu tibb elmləri namizədi Kazım, üçüncü oğlu filoloji elmləri namizədi Nazim, dördüncü oğlu 8 nömrəli safxozun baş mühəndisi Əzim, 5-ci oğlu Politexnik İnstitutun müəllimi Rasim, 6-cı oğlu Səlim isə Moskvadadır. Moskva Universitetinin aspiranturasında oxuyan Səlim də bu yaxınlarda dissertasiya müdafiə edəcəkdir. Qızları isə ali təhsilli müəllimələrdir. Bir sözlə, Axundovlar ailəsi başdan başa alimlər ailəsidir. Belə evladlar yetişdirdiyin üçün sən çox xoşbəxtsən, Maya xanım. Yenə də böyük bir ailə, əfsanəvi neft daşlarının çox millətli, şanlı neftçilər ailəsi. Bu mehriban ailənin üzvləri böyük el bayramını layiqli əmək hədiyyələri ilə qarşılayırlar. Bu şəhər Azərbaycanlı, Rus, Ukrayna, Erməni, Ləzgi, Belarus və başqa xalqların nümayəndələrinin qadir əlləri ilə yaradılmışdır. Burada Mirnağı Kamilovun başçılıq etdiyi 2-ci mədənin kommunist əməyi briqadası bayram münasibəti ilə plandan əlavə 1000 tonlarla neft çıxarmağı qərarı almışdır. Briqad üzvlərindən operator Aleksey Andreyev,
baş operator Sərvər Miriyev, operator köməkçilərindən Cavad Cabbarov, Ağasən Cəfərov və başqaları verdikləri vədi layiqincə yerinə yetirirlər. Azərbaycan və Rus xalqlarının qədim dostluğu rəssamlarımız üçün əsl ilham mənbəyidir. Budur, istedadlı rəssam Asəf Cəfərov Rəfiqələr adlı yeni tablosunda fermada mehriban bir ailənin üzvləri kimi çalışan Azərbaycanlı və Rus sağcılarının dostluğunu səmimi boyalarla təsvir etmişdir. Respublikanın xalq rəssamı, istedadlı heykəltaraş Cəlal Qaryağdı isə hər iki xalqın əbədi və sarsılmaz dostluğunu əks etdirən yeni obelisk üzərində işləyir. Bu abidə obelisk şəhərimizin Moskva prospektində ucalacaqdır. Öz taleyini əbədi olaraq böyük Rus xalqının taleyi ilə bağlamış Azərbaycan xalqı, ölkəmizin bütün xalqları ilə birlikdə kommunizm cəmiyyətinin fərəhli sabahını qurur.